Siz bir səhm aldığınız zaman əslində pulunuzu həmən şirkəti idarə edən insanlara etibar edirsiniz. CEO və onun komandasının ən vacib vəzifəsi səhmdarların kapitalını ağıllı şəkildə idarə etməkdir. Onlar şirkətin qazandığı pulla nə edirlər? Ağıllı investisiya. Qazancı gələcəkdə daha yüksək gəlir gətirəcək yeni layihələrə və ya tədqiqatlara yönəldirlərmi? Məntiqli satın almalar. Başqa şirkətləri alırlarsa, bunun strateji məqsədlə və ya ədalətli qiymətə edirlərmi, yoxsa sadəcə öz eqolarını təmin etmək üçün imperiya qurmağa çalışırlar? Səhmlərin geri alınması. Şirkət öz səhmlərini geri alarkən, bu qiymətlər həqiqətən ucuz olduqda edirmi, yoxsa qiymətlər zirvədə olanda? Dividend ödəmələri. Böyümə imkanları məhdud olan yetkin bir şirkət qazancının bir hissəsini səhmdarlara dividend şəklində qaytarırmı? Dürüst və bacarıqlı rəhbərlik. Səhmdarlara illik hesabat məktublarından həm uğurları, həm də səhvləri barədə açıq danışır. Onların şirkətdə şəxsi səhm paylarının olması, maraqlarının digər səhmdarlarla üst-üstə düşdüyünü yaxşı bir göstəricisidir. Pis idarə etmək isə ən perspektivli biznesi belə məhv edə bilər.